Pasiyentimiz maariflənmə işləri nəticəsində özünə peyvənd vurmağa qərara almışdır. Deməli, peyvəndimiz qardancıl 9. Özü də mənə müraciət edir ki, 4 istəmirəm, 9 istəyir. Çünki tərkibində 9 tip HPV-yə qarşı qoruma var. Bunların içərisində zirli formalı 6-11, 16-18 isə ən çox qorxduğumuz onkogen formalarına qarşıdır. Əlbəttə ki, son dövrdə belə vüsət alınması, hamının HPV peyvənd vurması yaxşıdır. Amma gənc qızlarımızda da başlasa bu vüsət, yəni 12 yaşa qədər başlasa, peyvənd 2 dəfə vurulacaq. Amma ondan böyük xanımlarda və cinsiyyətlə başlamış xanımlarda peyvəndi 3 dəfə etmək lazımdır. Bu qədər. Sən Allah incə edəcəksə, yığın o zaman. Qəşəng olur. Siləcəm qoydu.